Sünnə nə deməkdir? Sünnə Peyğəmbər sallallahu aleyhi və səlləmin yaşantısı, feilləri, lisani davranışları, yəni dili ilə söylədiyi sözlər və hər şeyin başında bütün söylədiyi və dedikləri şeyin özünün sünnəsi olduğunu qələmə verməsi. Özünün sünnəsi olduğunu qələmə verməsidir ki, bunlardan da ümmət-i Muhammedin fərdləri xəbərdar olar və həmçinin onları həyatlarına tətbiq etmədə yarışarlar. Çünki niyə? Allah Azza və Cəllə Əhzab surəsi 21-ci ayətdə buyurur ki, Estağzu billah, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُ اللّٰهِ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللّٰهَ كَثِيرًا. Allaha qovuşmağı ümid edin və ahirətə iman edin və Allahı çoxca zikr eləyən kimsələr üçün Peyğəmbər sallallahu aleyhi və səlləm ən gözəl örnəkdir. Ən gözəl örnək. Bu nə demişdik? Bu ailə başçısı olaraq da belədir, ailə fərdi olaraq da belədir, övlad olaraq da belədir, xəstə olaraq da, xəstə ziyarətçisi olaraq da belədir. Yəni, bütün həyatının alanlarında, yəni sahələrində hansı duruma düşürsənsə düş, hansı məsuliyyətlərin öhdəliyində olursansa ol, sənin nümunə götürəcəyin tək bir şəxsiyyət var ki, o da Rasulullah sallallahu aleyhi və səlləm. Borc verən olaraq da elədir, borc alan olaraq da. Bizə qıraqdan heç bir ideal lazım deyil. Bizə ideal olaraq Allahın Nəbisi Muhammed Mustafa sallallahu aleyhi və səlləm Rəbbimiz tərəfindən işarə verilmişdir. Nümunə olaraq göstərilmişdir və bir tərəfə baxmaq istəyirsinizsə, bir kimsəyə baxıb da həyatınızı bu yöndə düzəltmək və qaydasına salmaq istəyirsinizsə əgər, sizə mən aləmlərə rəhmət olan, sizlərə nümunə olan bir Peyğəmbər göndərmişəm. Baxacağınız və görəcəyiniz tək şəxsiyyət olmalıdır deyə buyurmuşdur.